Hardasa 1-2 həftə əvvəl mənə xəbər edildi ki, bəs biologiyadan Respublika Fənn Olimpiadasından yarı final mərhələsinə gedib çıxmışam. İlk başda inanmamışdım. Hətta mənə bəziləri deyirdi ki, sən yarı final mərhələsinə keçməmisən. Düzdür, biraz inandırıcı bir hal deyil idi. Ancaq keçid balının aşağı olmağı və mənim də müəyyən qədər sualları düz yazmağım sayəsində mən biologiyanın Respublika Fənn Olimpiadasında yarı final mərhələsində iştirak etməyə haqq qazandım. Bəli, hardasa 2-3 gün əvvəl də həmin olimpiyadada iştirak etdim. Bugünkü videoda olimpiyada müddəti necə keçdi, necə hazırlaşırdım, sual tipləri necə idi, blokla eyni səviyyədə ola bilərmi, yoxsa daha mı çətindir? Bugünkü videoda bunu sizlərlə müzakirə edəcəm. Kanalıma xoş gəldin. Əvvəla hazırlaşma müddəti haqqında danışmaq istəyirəm. Hal-hazırda necə deyim, olimpiyada kimi böyük bir məqsədim yox idi. Sadəcə şansımı sınamaq istədim. Çünki biologiyam həqiqətən də yaxşı səviyyədə idi. Və dedim ki, bir şansımı sınayım. Hara qədər gəldim. Məktəb mərhələsini keçdim, şəhər turunu keçdim və yarı final mərhələsinə gəldim. Buradan o yana keçib keçməyəcəyimi dəqiq bilmirəm, amma çox güman keçmərəm deyə düşünürəm. Çünki bundan sonra onsuz da final mərhələdir, yəni son mərhələdir də deyə bilərik. Final mərhələsinə iştirak etsəm, əlbəttə onun üçün də bir video gələr. Bəlkə final mərhələsinə keçsəm daha da məsuliyyətli biraz çalışa bilərəm deyə düşünürəm. Bu olimpiyadaya hazırlaşan zaman heç sıfır hazırlaşmışdım. Sadəcə müəyyən qədər biologiyanın dərsləri oxuyurdum, müəyyən qədər vəsaitlər oxuyurdum, müəyyən qədər evdə özüm üçün sadəcə blok səviyyəsində biologiya çalışırdım da deyə bilərəm. Yəni əlavə bir çalışma etmirdim. Sual səviyyələri ilə bağlı gəlirəm. Məsələn, keçən dəfə videoda çəkdiyim kimi suallar yenə bir vərəqə əhatə etmişdi. Necə deyim, ağlınızda bir təsəvvür edin, o OTK-nın sınavları kimi idi. Sadəcə 20 dənə sual salmışlar. İndi təsəvvür edin ki, sualın birinin həcmi nə boyda idi. Və necə deyim, arada biraz xarici dil ədəbiyyatlarına rast gələn terminlərə də rast gəldim. Bu da biraz məni şübhə yaratdı doğrusu. Çünki məsələn DNT-nin DNA yazılması və yaxud da ki, şəkildə bəzi suallar var idi ki, orada ingiliscə terminlər yazılması məni biraz şübhələndirdi açıqcası. Yəni necə deyim, bəzi suallar yazdım. Deyə bilərsən ki, məsələn Meyraz, orada kitabdan düşən sual vardı. Cəmi bir dənə meyoz bölünməyə aid sual düşmüşdü kitabdan. Orada da yazmışdı ki, sırf meyoz bölünməyə aid prosesləri seçin. Qalan hamısı sitokinez və ya bənzərini fənlərin bənzəri mövzuların daha çətinləşdirilmiş, daha təkmilləşdirilmiş versiyaları idi. Yəni bu tip suallarla da istər-istəməz qarşılaşdım. Olimpiyada necə deyim, hər zamanki kimi 3 saat oldu və çox gülməli bir hadisə də yaşandı. Yenə eyni məktəbə düşdüm həqiqətən də. Bu dəfə daha rahat oldu. Yəni gedişim, gəlişim daha rahat oldu. Və necə deyim, olimpiyadanın 6-cı günü olmağı da istər-istəməz biraz cədvəldə qarmaşıqlıq yaratdı. Çünki bazar günü olsaydı heç olmasa normal gedə bilərdim, amma 6-cı gün hazırlıqları da nəzərə alsaq getmək biraz çətin oldu. Sənədin hazırlanması falan da biraz vaxt çəkdi deyə biraz qarmaşıqlıq oldu, biraz yorğunluq oldu. Bildiyim kimi də yəni tam bundan bir həftə sonra da biz buraxılış imtahanı verəcəyik və ondan əvvəl də biraz olimpiyadaya girmək biraz sarsıdıcı oldu deyə düşünürəm. Ancaq olsun, yenə də təcrübə məqsədi ilə girdim. Məqsədim birinci olmaq və ya yer tutmaq deyildi. Sadəcə biologiya fənnindən nə qədər irəliyə gedə biləcəyimi görmək istədim. Sırf məktəb proqramı ilə nə qədər irəli gedə biləcəyimi görmək istədim. Ola bilər ki, sən də bu mərhələdən keçmisən və yarı final mərhələsində iştirak etmisənsə, fənn heç bir fərqi yoxdur. Şərhlərdə yazarsan, birlikdə müzakirə edərik necə keçdiyi haqqında. Suallardan başqa sevdiyim özəllikləri olanlardan biri bu idi. Situasiya tipli suallar salmışdılar. Necə deyim, tam məsəl üçün o blokun situasiya suallarına biraz bənzəyirdi. Məsələn, botanikadan ağac bölməsindən, ağaclar bölməsindən də sual salmışdı. Kambi, oduncaq, özəy bənzəri terminlər var idi. O da mənə kömək etdi. Kök bəhsindən salmışdılar. O da kömək etdi. Əlavə olaraq bunu deyə bilərəm ki, sualların situasiya tipli olmağı biraz xoşuma gəldi açıqcası. Məsəl üçün, artıq situasiyanı sən başa düşdünsə, birinci sual yaza bildinsə, ikinci və üçüncü sualları da yaza bilirsən. Bu çox kömək edici bir şey oldu. Çünki və bu sayədə daha rahat yaza bildim. Yəni son suallara nisbətən daha rahat yaza bildim. Çox təəssüf vərəqi götürə bilmədim. Çünki imtahan müddəti 3 saat 30 dəqiqə idi. Səhv demirəmsə, bəlkə də 3 saat idi. Və mən 20 sual olduğuna görə, təbii olaraq vaxtım da az olduğuna görə 1 saata bitirib çıxdım deyə vərəqi mənə təhvil vermədilər. Ancaq bənzəri suallar olsa linkini paylaşaram və ya bir yerə ataram, WhatsApp kanalına falan ataram. Oradan istəsəz baxarsınız. Əgər tapsam atacam. Tam söz verə bilmirəm.
Necə deyim, yaxşı suallar idi. Həqiqətən də sualların tiplərini bəyəndim. Yəni tam samballı olimpiada səviyyəsinə deyiləcək suallar idi. Məktəb səviyyəsini bilən uşaq yəni hər halda bir 40-50% yaza bilər. Bal bölgüsü də belə idi. Sistemi də mənə çox maraqlı gəldi. İmtahanda cəmi 120-180 dəqiqə vaxt vermişlər və bu bal sistemləri də ilk 10 suala 5 bal, digər 4-5 suala 6 bal, digərlərinə isə 7 bal. Dediyim kimi ballarda səhv deyə bilərəm, çünki kitabça əlimdə deyil. Gəlib şərhlərdə yazmayın ki, burada səhv deyirsən və ya vurğulaya bilərsən ki, məsələn, Meyrac bu sualda bu bal verir, bu sualda bu bal verir. Yenə dediyim kimi, kitabça qarşımda deyil deyə düzgün ballandırmanı verə bilmərəm, amma bunu deyə bilərəm ki, son suallar daha çox bal verirdi. Və mənfi xüsusiyyəti də ondan ibarət idi ki, bir səhv 4də 1 qədər düz aparır. Yəni qısaca başa düşəcəyin dildə deyim, 4 səhv 1 düzünü aparırdı. Məsəl üçün, sən 16 düz yazdınsa, səndən 15 düz falan qalacaqdı. Necə deyim, tam blokun məntiqi ilə irəlilədiklərini gördüm. Yəni bu yarı final mərhələsi biraz necə deyim, bloka spoiler kimi bir şey oldu. Düzdür, blok bu səviyyədə çətin düşməz deyə düşünürəm. Ancaq məsəl üçün situasiya tipli suallarla və ya səhvlərin düzləri aparmaqla bu tipli suallarla qarşılaşmamız həqiqətən də bizə çox yaxşı oldu. Yarı-final mərhələsində iştirak edən hər bir gənci təbrik edirəm. İnşallah hər birimiz final mərhələsinə, düzdür, biraz çətin də olsa final mərhələsinə iştirak edə bilərik. Nəticələrimiz uğurlu olar. Ümidvaram ki, daha yaxşı nəticələrlə keçəcəyik. Bu da bizim Respublika Fen Olimpiyadası əhvalatımızın bir videosu idi. Son video olmamaq diləyi ilə, son videoda olsa bir vəda videosu olsun. İzlədiyiniz üçün təşəkkür edirəm. Əminəm bu müddət haqqında səni məlumatlandıra bildim, faydam dəydi. Sağ ol, salamat qal.